Ananı incitmək olar mənim qardaşım. Bir şey fikirləş ki, bu varlıq dünyada hamı da bircə dənədir. Fərq eləmir ki, sıxıntın olsun, ya problemin olsun, problemin içində ol. Yenə də analarımız bizə qayğı hissindən başqa bir hiss yaşatmaz. Evdə ana olmayanda görürsən ki, nəsə çatmır. Bir boşluq olur evdə. Nə qədər güclü həkim olsan da anavın əllərində şəfa taparsan. Nə qədər güclü aşbazda olsan, yenə də anavın bişirdiyi yeməklər daha da ləzzətli gələr sənə. Paltarlarımızı özümüz yuya bilərik, amma anamız kimi ütüləyə bilmərik. Ta bətnindən bizim nazımızı çəkən, böyüsək belə bizi uşaq bilən, bizim ayağımıza daş dəyməsin deyə hər saniyə bizlə maraqlanan insan da ana. Allah bütün anaları qorusun, xoşbəxt eləsin. Və inanın Allaha ki, biz nə qədər böyüsək belə anamızın bizə ehtiyacı olmayacağı qədər böyüməyəcəyik.